Bugün maraqlı bir rubrikamız var. Nə rubrikasıdır bu rubrika? Ədəbiyyat barədə olacaq. Ədəbiyyatdan amma nə? Ən çox oxunan və ən çox qəbulda istifadə olunan əsərləri müzakirə eləyəcəyik birlikdə. Bu əsərlər ola bilər ki, dünya ədəbiyyatı üzrə olsun. Axı dedim, ən çox oxunan və mənim marağıma ən çox səbəb olan əsərləri bölüşəcəm sizlərlə. Çalışacağım hər belə videolarda bu tip əsərlərə toxunum ki, ola bilər ki, aranızda kimlərsə çətinlik çəkir bəzi əsərləri başa düşməkdə və yaxud da hansısa kitabı alıb amma oxumaq ona maraqsız görünür, bilmir əsər nə barədədir, bunlara toxunacağıq. Eyni zamanda sizlərə hansı əsərlər maraqlı gəlirsə, rəy bölməsində qeyd eləməyi unutmayın. Həmin əsərlərə də birlikdə toxunacağıq. Bugün sizlərlə hansı əsər barədə danışacağıq? İsmail Şıxlının Dəli Kür əsəri barədə danışacağıq. Bu əsər 10 ilə ərsəyə gəlib, yəni müəllif 10 il bu əsər üzərində düşünüb, daşınıb və düşünərək belə bir əsər yazıb, nə yaxşı ki yazıb. Çünki çox maraqlıdır, hətta filmi də ekranlaşdırılıb, filminə də baxa bilərsiniz. Bəzi əsərlər olur ki, ekranlaşdırılanda onun orijinalından film versiyası tamamilə fərqli olur, amma burada demək olar ki, çox cüzi bir fərqlər var. Demək olar ki, eynidir. Əsər versiyası ilə kino versiyası demək olar ki, eynidir. Baxa bilərsiniz filminə də çox maraqlı aktyorlar da iştirak edib və rolun öhdəsindən də çox yaxşı gəliblər. Bir neçə epizodu bura qoyacağım. Ne oldu Bayna? Bu arvat kimdi? Bu hayasızı evden kov! Çık çekme evden! Üşütmesen! Horuzlanma! Ana! He, ne durmasan? Evimize kan dökme ay kardeş! Vur, öldür! İtil! Sen geç o bir eve. Götür. Ona bu evde hiç kes gülden ağır bir söz dememelidir. Eşittiniz mi?